Mr. Churchill, biz Bakının üstündən uçuruq. Üzr istəyirəm, amma tapşırmışdınız ki, xəbərdar edeyim. Dövrə vurun. Buruqların üstündən. İngiliz qoşunlarını Bakıya yeritmək lazımdır. Bunu Stalinə təklif eləyəcəm. Rusiyanın ağır vəziyyətini başa düşürəm, ürəyim qan ağlayır. Onlarla birlikdə kədərləmək istəyimi hiss eləyirəm. Amma ikinci cəbhə hələ mümkün deyil. Biz hazır deyilik. Yeganə kompensasiya İngiliz ordusunu İrandan bura yerləşdirməkdir. Bakı neftini müdafiə eləmək üçün. Bu Sovet diviziyalarını cəbhələrdə azad eləyəcək. Hə? Düşünürsünüz Stalin bu təklifə razı olacaq? O niyə fırlanır? Oturmaq istəyir? Əgər icazə versək, sonra buradan uçub getməyə razı sala bilməyəcəyik. Bax, bunu düz dedin. Belə qonaq mismara bənzəyir. Pərçim olacaq, geriyə güc bəla ilə dartmalı olacaq. Təbii ki, papaq hissəsi bizə tərəfdirsə ötüşmək olar. Bəlkə iti ucu bizə tərəf oldu. Bizim kəlbətinlər bütün mismarlardan güclüdür. Papağı başla birlikdə dişləyərlər. Stalin razı olmayacaq. Cəhd eləyəcəm. Razı olmasa, ikinci cəbhəm yoxdur. Yoxdur.